Dəqiq olmur. Nəyə görə? Bir çox infeksiyalar ağır infeksiyalar. Məsələn, xlamidiyadır, mikoplazmadır, ureoplazmadır. Bunlar yarı bakteriya, yarı viruslar. Yəni ancaq diri hüceyrədə yaşayırlar. Yəni sidik kanalının divarında canlı epitelin içində yaşayır. Yəni canlı hüceyrənin içində yaşayırlar. Ona görə o sidikdən axan, kanaldan axan sidikdə onların olub olmaması belə deyək də dəqiq deyil. Ola bilər olsun, ola bilər olmasın. Buna heç kim zəmanət vermir. Amma yaxma ilə götürəndə, yəni mən konkret yaxma götürəndə, yaxma bu belə bir çubuqdur, plasmas çubuq. Üzərində balaca tükçüklər və ya telciklər var. Biz onunla uretra divarını sıyırırıq. Sıyıranda o divardakı canlı hüceyrələr də götürür. İndi bir balaca xoşa gəlməz hissiyatı olur, biraz ağrı olur. Amma biz bu ağrını ona görə qəsdən eləmirik ki, biz bu xəstə ağrısın, əziyyət çəksin. Xeyr. Bizim məqsədimiz odur ki, daha yaxşı müayinə eləyə bilək, daha yaxşı material götürək ki, əgər orada mikrob varsa çıxsın qırağa. Yəni bunu təyin eləmək üçün, dəqiqləşdirmək üçün belə bir prosedurun olmağı daha məsləhətdir. Nəinki sidiklə verməklə, sperma ilə vermək. Yəni mən praktikamda görürəm ki, spermadan, sidikdən, qanla olunan infeksiya analizləri çox vaxt həqiqəti əks etdirmir, reallığı göstərmir. Göstərir məsələn ki, heç nə yoxdur, amma fakt şəxsdə problem var. Yaxma analizi götürəndə mikrob çıxır. Ona görə ən düzgün mikroba qarşı müayinə olunan, söhbət tək mənim yanıma gəlməkdən getmir. Ümumiyyətlə, haradasa kimsə müalicə olunursa, müayinə olunmaq istəyirsə infeksiyadan, ancaq yaxma şəklində. Yaxma şəklində, yaxmadan da həm ümumi müayinə olunur, həm də PCR, yəni gen səviyyəsində mikrobların yoxlanması. Əkmədən də vermək olar. Əkmə düzdür, biraz ucuz başa gəlir. Mən əvvəl bu metoda çox gedirdim, amma əkmə yenə PCR-ə baxanda biraz zəifdir. Amma imkanı olmayan insanlar əkmə də elətdirə bilər bunu. Yəni, imkan da olmalıdır da. Belə indi keçək sualları cavablandıraq.